İndi diqqət edin, böyük alimlərdən birinin dediyi nəsihəti olduğu kimi tərcümə eləmişəm. Görün nə deyir alim. Vallahi əgər qəlbimiz salamat olsa, dünya sıxıntıları bizi narahat etməz. Qəlbimizdə qəm qüssə olmaz. Nə qədər insan var ki, qəlbinin salamat olması üçün çalışır. Qəlbin salamat olması üçün ömrümüzdən, vaxtımızdan səmərəli istifadə etməliyik. Vaxt qızıldan daha dəyərlidir. O getdisə, onu geri qaytarmaq mümkün deyil. Yəni, əvəz olunmaz bir neymətdir bu vaxt. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə deyir ki, 2 neymət var ki, insanlar onu dəyərləndirmir. Bir vaxt, bir də sağlamlıq. O biri hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, qiyamət günü Adəm övladı 4 şey barədə soruşulmayınca yerindən tərpənməyəcək. Günün altında dayanıb sorğusal olacaq bu 4 şey barədə. Ömrünü, yəni vaxtını nəyə sərf edib? Nə əməllər edib? Hardan qazanıb, hara xərcləyib? Bir də sağlamlığını nəyə sərf edib? Bunların barəsində sorğu-sual olunmamışdan əvvəl, indidən biz fikirləşməliyik ki, bu vaxtımızı nə cür səmərəli keçirək ki, Allah bizdən razı qalsın.